Ərəb hara, əcəm ərə getmək hara. Xəcalət çəkirəm Kiyan. Dostluğumuzdan şübhələnməyəcəyinə ümidvaram. Xəcalətli düşmənin olsun Əbu İshak. Sənin məndən dostluğun şirinliyini heç nəyin apara bilmədiyi bala bənzəyir. Sizlə qohum olmaq mənim üçün çox xoş olsa da heyif ki bu mümkün olmadı. Bu qızın ədəbsizliyi cavabsız qalmaz. Mənim ona verdiyim çörək və geyindirdiyim libas qədər də onu tənbih eləməyə haqqım var. Halaldır. Halaldır sənə Ümmü Sabit, qoynunda əcəb əqrəb böyütmüsən. Mənim hörmətim heç. Bəs qonaqpərvərlik harda qaldı? Güzələri niyə mənim başımda sındırırsan, Muxtar? Cənab Kiyan, Muxtar sizin istəyinizi mənə bildirməmişdi. Adətləri pozmamaq üçün ona başqa sual vermədim. Məqsədinizi bilsəydim, cariyəni heç olmasa bu hörmətsizlikdən çəkindirərdim. Mən də üzr istəyirəm. Mən bu cümləni ərəblərdən çox eşitmişəm, xanım. Narahat olmayın. Çobud, ədəbsiz, bədəvi. Yox, Əbu İshak, yox. Canımı ant verirəm eləmə. O gəncdir, qürurludur. And olsun Allaha, mən elə onun qüruruna vurulmuşam. Xahiş eləyirəm, səbirli ol. Sən qarışma Kiyan. Bu qız mənim vüqar və şərəfimi ayaqlar altına atdı. Yalvarıram, xanım. Heç olmasa siz bir şey eləyin. Cariyə mənə qızım kimidir. Mən ona analıq eləmişəm. Onun üçün yetərincə döyülmək, başqa qövmdən olan bir kişi ilə bir yastığa baş qoymaqdan yaxşıdır. Hörmətsizlik eləmək istəmirəm. Siz özünüz bunları düşünməliydiniz. Mən inana bilmirəm ki, sən İrana könüllü olaraq ilk hücum eləyən həmin kişinin oğlusan. Doğrudan da sən həmin məşhur igidin övladısan. Sonda İran qoşunundakı bir fili məhv eləyərək onun ayaqları altında qalan pəhlivan sanki sənin atan deyilmiş. Əgər sən həqiqətən onun oğlu olsaydın, indi İranlılar özlərində belə cəsarət tapmazdılar. Başından böyük sözlər danışırsan lan kör qız. Mən öz qəbiləmin böyüklüyü haqqında danışıram, Muxtar. Mən bir ərəb qızıyam. Mən böyük pəhləvan Əbu Übeyd Səqəfinin qızıyam. Deməli belə çıxır ki, sən hələ də məni qardaşın böyütdüyü kiçik bir yetim qız gözündə görürsən, Muxtar. Sən canımın ixtiyarına sahib olmaq üçün məni himayəyə almışdın. Əgər sən mənə ürək yanan qardaş olsaydın, mənə qarşı heç vaxt bu cür davranmazdın. Sən adı sanı olmayan bir İranlının ərəb adət-ənənələrini ayaqlar altına atmasına necə razı ola bildin? Bizim üstünlüyümüz qəbilə və tayfa ilə ölçülməz, biz müsəlmanıq. Bu İranlı haqqında nə bilirsən ki, dəvə kini ilə onun üstünə hücuma keçibsən? Sadə bir yox sözü ilə ona cavab verə bilərdin. O məni təhqir elədiyi üçün mən də ona təhqirlə cavab verdim. Hələ də damarlarından cahil ərəblərin qanı axır. Yaxşı qulaq as cariyə. İndiyə qədər düşünürdüm ki, halal tikə sənin vəhşi təbiyyətini dəyişə bilər. Bugündən etibarən səninlə vəhşi ərəblərin dili ilə danışacağam. Bu qədər fəxr edərək öyündüyün ərəblərin dili ilə. Sən mənim süfrəmin kənarında böyüdün. Deməli, mənim kənizimsən. İndiyə qədər də belə olub. Bilirəm, sən həmişə mənə kəniz gözü ilə baxmısan. Elə bil qardaşım yox, sahibimsən. İstədiyin vaxt, istədiyin qiymətə də məni İranlı dostuna sata bilərsən. Kiyan zövcə istəyir, əqrəb yox. Mən səni heç vaxt satmayacağam. Tüklərin, dişlərin kimi rəngi ağarana qədər ərsiz qalacaqsan, ərsiz.
Çox sağ ol. Belə tərbiyə verdiyin üçün təşəkkürlər. Mən onunla həm söhbət olmadım Muxtar. O qəmgin tənhalığı sevən qızdı. Bugün diri-diri qəbirə bastırılan qızların xoşbəxt olduğundan danışırdı. Dünyaya oğlan kimi gəlməyini arzulayırdı. Dəli olacağından qorxuram. O yanlış bir eşqin dəlisi olub. Ona ürəyin yanırdısa, gərək ona yaxşı an olaydın. Sən ki insafsız deyildin Muxtar. İmkan ver həyat yoldaşını özü seçsin. Seçsin, amma Səd İbn Əbu Vaqqasın oğlunu isə əsla! Ömər Sədin bacımın əri olmasına dözə bilmərəm! Nəriyə? Qürurumla oynasan, sevgimi unut. Eşitdin də? Ərəb hara, əcəmlə evlənmək hara. Əgər mənim dilimdən yox kəlməsini eşitsəydin, bəlkə də 100 yeri yozmuş olardın. İstədim ki, yox sözünü bu tərs və inatkar qızın özündən eşidəsən. Döyüş meydanında nərəsindən, bir dəstənin qaçıb gizləndiyi həmin Muxtardan evində bir siçan qədər də qorxmurlar. Bundan da acınacaqlısı Əlinin şiyyəsi olan Muxtarın, Peyğəmbərin ziyankar dediyi bir kişinin qızına aşıq olmasıydı. Bu eşqin rüsvayçılığı 7 arxadan dönənimə kifayət eləyər. Yox Kiyan, sən yox. Sən Əlinin vəfalı şiyyəsisən. Düşüncələrinə layiq bir həyat yoldaşı axtar. Bu rüsvayçılıq mənə yetər. Hiyləgər tülk olan Ömər Səd cariyəni öz atasının ad sanına görə yoldan çıxara bilib. Əgər bu dəccalı ələ keçirtsən, başını əzəcəyəm. Afərin, əhsən! Muxtar ibn Əbu Beyd Səqəfinin qatı düşmən olan Ömər ibn Səd ibn Əbu Vəqqas Muxtar kimi gidi qəzəbləndirə bilməsiyle fəxr etməlidir. Bu gecə bu evdə nələr baş verir? Hansı simasız xəyanətkar bu oyunu düşünüb? Mənim abrım və şərəfimlə oynamağa gəlmisən, haramzadə! Qışqırma mümin, Allah eləməmiş qarnın yırtılar. Ağsaray döyüş meydanı deyil ki üstümüzə qılınc çəkirsən. Qoy qılıncı qınına. Mən qonaq gəlmişəm. Özün bilirsən ki qılıncı olmayan qonağın üstünə qılınc çəkmək kişilikdən deyil. Bu pak evi çirkaba bulaşdıran nəcisi yalnız qanla yumaq olar. Bu gecə, bu ev ikimizdən biri üçün sallaqan olacaq. İstəmirəm hamı Ömər Səd müdafiəsiz olduğu zaman Muxtar onu öldürdü desinlər. Qurçağına bağladığın qılıncı ilə özünü müdafiə etməyinə imkan verirəm. Deməli, sənin anlayışlı insan olmağın haqqında eşitdiklərim şirtməymiş. Zərbi, tez ol Muxtarın əmisini çağır, cəld ol. Baş üstə xanım. Bəlkə əvvəl mənim cinayətimi deyib sonra öldürəsən. Cinayətini baş daşına həkk eləyəcəm. Özünü müdafiə elə! Muxtar, mən cariyə elçi gəlmişəm, döyüşməyə yox. Cariyə elçi düşmək üçün mənim meydimin üstündən keçmək yerəydi. Səni öldürüb, cariyənin göz yaşlarını görmək istəmirəm. Nariyə ölüm ayaqlarının altında. Sən Muxtarı sakitləşdirə bilərsən. Qorxuram cariyə, o bu gecə çox böyük yara alıb.
Ağlını başına yığ Muxtar. Mən məsələni mərdi-mərdanə həll eləmək istəyirəm. Mən qarşımda mərd kişi görmürəm. Əgər sən kişi olsaydın, dəfalı it kimi Ümeyyə evladlarının qapısında hürməzdin. Müavviyi atanı öldürəndən sonra sən intiqam almaq əvəzinə Əbu Süfyan oğlunun əllərini öpməyə başladın. Atasının qanına tüpürən şəxs qarnını öz murdarı ilə doyuran heyvana bənzəyir. Xəncərini çək, leş yiyən namərd. Özünü müdafiə elə! Müdafiə elə! Unutma ki, özün istədin. Mən bu gecə xeyir niyyəti ilə bura gəlmişdim. Təəssüf ki, qarşıma şər çıxdı. Zərbən pis deyil, Muxtar. Amma mən də döyüşlər oğluyam. Bu gecə ya Eşq qalasının Quduz və Divanə zindanbanına qələbə çalacam və yaxud məşuqa qovuşmaq yolunda canımı tapşıracam. Nariyecan, nə qədər ki evin yıxılmayıb bir çarə qıl. Bu döyüşün sonunda ikimizdən birimiz matəm libası geyinəcəyik. Mən də özümü itirmişəm cariyə. İndiyə qədər Muxtarı belə qəzəbli görməmişdim. Harda batıb qaldın Zərbi? Hara getdin? Yalnız Səyid bu qanlı döyüşü dayandıra bilər. Bu gecə mən İran Fatihinin oğlu olduğunu sübut edəcəm. İran Fatihinin oğlu. Əgər biraz acıq abrın varsa, o da atandan qalmadı. Atasının qələbələri ilə öyünmək hünər deyil. Özün nəyə qadirsən Əməvilərin vəfalı iti. Necə çətin vəziyyətdə olduğunu görürəm. Ey Ələvilərin xəstə eşşəyi. Zəif hərifin ötəsindən gəlmək bu qədər canfəşanlıq ki, tələb etmir. Muxtar! Əl saxla əzizim. Sən hara, Ağsaray hara, Sədin oğlu? Xeyr, iş üçün gəlmişdim. Zəncirdən buraxılmış quduz it mənim üstümə hücum çəkdi. Hansı xeyir işdən ötürü maymaq? Bura gəlmişdim. Cariyəni istəyəm. Özü eşşək olan, başqalarını da özü kimi eşşək hesab eləyir. Elçiliyə də getməyin özünə məxsus qayda və qanunları var. Ay yersiz banlayan xoruz! Sən ev sahibinin icazəsi olmadan, qapını döymədən, Peyğəmbər övladının sarayda olduğu bir gecədə bu hökumət sarayına gəlib qız istəyirsən? Bu işin harası cinayətdir? İcazəsi olmadan gəlməyimin səbəbi ev sahibinin xoş üz göstərməyəcəyini, qapını döyməməmin səbəbi isə üzümə qapını açmayacağını bildiyim üçün idi. Deyirsən bu gecə Peyğəmbər evladı bu saraydadır? Nə yaxşı, elə mən də Peyğəmbər sünnətini dirçətməyə gəlmişdim. Sən bir yerdə yanlışlığa yol vermisən, Ömər. Biz saraya izinsiz girən hər kəsin öldürülməsinə tapşırıq vermişdik. Bəs necə olur ki, sən saraya daxil olub hələ də sağ qalırsan? Onda sağ qalmağıma görə gözəl bəxtimə borcluyam. Görürsən də, qanımı da axıdıblar. Sənin bəxtin gözəl deyil. Çox güman ki, bizim sarayın bürcləri möhkəm olmayıb. Bəlkə də qapıçını
Bir kisə dinar və dirhəmlə lal eləmisən. Tezliklə bu şübhəli elçiliyin pərdə arxası niyyətləri ortaya çıxar. Tutun onu! Sən ki ağıllı və təqvalı bir insan idin, cənab vali. De görün məhkəmənin hansı hökmünə görə məni məhkum eləyirsən? Hələ məhkəmə hökmü verilməyib. Sən bir neçə günlüyə sarayda olacaqsan. Cənab vali, mənim Əlioğlu üçün fəth eləyə bilmədiyim hər hansı bir bürc qalmayıb. Siz əbəs yerə məndən şübhələnirsiniz. Elə burada yanlışlığa yol vermisən. Peyğəmbər övladı mənim qonağım olduğu müddətdə Şam şeytanlarının üslubu ilə rəhbərlik eləmək niyyətindəyəm. Əgər tutarlı sübutlarım varsa, məhkəmədə eşitməyə hazıram. Bu məsələni mənə tapşırın, əmican. Onu danışdırmağa söz verirəm. Bir şərtlə Muxtar, onu öldürməyəcəyinə söz ver. Səninlə biraz söhbət eləməyə gəlmişəm. Evində məni mehriban qarşılayanda yetərincə söhbət elədik. Qəbul eləyirəm. Birazca özümdən çıxmışdım. Birazca özündən çıxmışdın. İnsafına şükür. Sən cariyənin gözü qarşısında bütün bildiyin söyüşləri mənə yağdırdın. Ah, dilin lal olsun Muxtar. Məşuqun yanında aşıqı təhqir eləməyin necə ölümcül bir işgəncə olduğunu bilməzsən. Əgər ağlaya bilirsənsə, deməli az da olsa qeyrət hissin qalıb. Deməli, əsl kişilər tək söhbət eləyə bilərik. Qulaqlarını açıb məni yaxşı-yaxşı dinlə. Mən bu gecə ya məhv elədiyin bütün insanların intiqamını alıb, canına qənim kəsiləcəm. Yaxud da Mədain hakiminin yanına gedərək sənin bu zindanda peşman olub tövbə etdiyini, öz kiçik və böyük günahlarını etiraf eləyib, səmavi idraka çatdığını, insafa gəldiyini və daha nələr etdiyini söyləyə bilərəm. Seçim sənindir. Nəyi seçirsən? Özünü səbirli insanlar kimi soyuqqanlı aparmağa çalışma. Açıq de, nə istəyirsən? Saraya hansı məqsədlə və necə daxil olmuşdun? Əl qolumu aç ki, səndən rahat danışa bilim. Zənciri əl-ayağına vurublar, dilinə yox. Danışmasam necə? Nalbənd Mənsurun oğlunu canına salar və qəbir qazana da geniş bir qəbir qazmağı tapşıraram. Necədir? Nalbənd Mənsurun oğlu ilə nə demək istəyirsən? Borclu insanlar unutqan olurlar. O qədər zülümlər eləmisən ki, hətta yadına belə sala bilmirsən. Nalbənd Mənsurun oğlu özünə asan Nalbənd Mənsurun aldadılmış balaca qızının qardaşıdır. Səni ələ keçirə bilmədiyindən xırmanlarını yandırdı.
İndi isə xırmanları yandırdığına görə zindana salınmışdır. Amma ürəyinin yanğısı hələ də alovlanmaqda və alovlanmaqdadır. Ömər İbn Sədlə görüşmək üçün Allah Allah deyib durur. Başa düşdün də? Nalbənd Mənsurun oğlu səni öldürür və səni öldürməyi həvəslə boynuna alır. İran Fatihi Səd İbn Vəqqasın oğlu isə namus ittihamı üstündə dünyaya əlvida deyir və Fatihə. Hə, necə fikirdir? Necə də hiylə görsən. Çox yaxşı. Sən qələbə çaldın. Muaviyə səndən və mindən qorxmaqda haqlıymış. Sizin Əlioğlunu himayə etməyiniz onun işini çətinləşdirib. Şübhəsiz ki, səni öz işini asanlaşdırmağa göndərib. Bu ağılsız bir töhmətdir. Mənim bir sıra xəyallarım olsa da, amma Muaviyə tərəfindən göndərilməmişəm. Yox. Deyəsən sən öz xoşunla ram olan deyilsən. Sənin etirafın köhnə siyasətçi olan əmim üçün faydalı ola bilər. Amma mənim üçün vaxt itirməkdən başqa bir şey deyil. Sənin şərrindən bir dəfəlik xilas olmaq üçün əlverişli fürsət yaranıb. Məni Muaviyə göndərmişdi. Əlioğlunu öldürmək üçün saraya gəldim. Razı qaldın? Sən bunu bilmək istəyirdin? Bu ki, gülünc bir ehtirafdır. Sən çoxlu gözətçilər tərəfindən qorunan İmam Həsəni öldürməyə tək tənha mı gəldin? Belə xamxəyala düşmək üçün eşşək beyni yeməyin lazım idi. İşə düşmədik, lənət şeytana. Niyə şeytana? Sən ki, şeytanın əl qolunu arxadan bağlamısan. Muxtar! Mən Muaviyə tərəfindən bura göndərilməmişəm. Əgər inanmırsansa get Nalbənd Mansurun oğlunu yanıma göndər. Əlindən nə gəlirsə eləsin. Mən saraya gəlmişdim ki, Ağsarayın qəlbini, yəni səni, Ərəb-İraqına padşahlıq sevdasını başında gəzdirən sən Muxtarı, Əlioğlunun yırtılmış ətəyindən əl götürüb fürsəti fəftə verməməyə razı sala bilim. Muaviyə Əlioğlunun qarşılığında öz qızı ilə evlilik vəd verib Muxtar. Muaviyənin kürəkəni olmaq, İraq padşahı olmaq deməkdir. Amma sən ağılsızcasına davranaraq bütün ümidləri puça çıxardın. Sənə nə çatacaqdı? Çox şey. Ən azından cariyə. Hələ də gec deyil Muxtar. Sən və əmin İbn Məsudun müqavimət göstərməsi faydasızdır. Muaviyə Mədainə hücum eləmək istəyir, kimsə də qarşısına çıxa bilməyəcək. İraqlılar meydandan qaçıblar. Axı sən hələ uşaq yaşlarından İraqa padşahlıq eləmək xəyalları ilə yaşayırsan. Nə vaxta qədər torpaq, kötan, əkin biçinlə məşğul olacaqsan? Artıq 40 yaşın var Muxtar. Əgər bugün hərəkət eləməsən, sabah gec olar. Gəl nə qədər kimsə qabağa düşməyib, Həsəni Muaviyə təhvil verək. Biz ki onu öldürmək istəmirik. Muaviyə də onu öldürməz. Mən əminəm ki, Muaviyə avam insanları aldatmaq naminə olsa da belə əlini heç vaxt Peyğəmbər övladının qanına bulaşdırmayacaq. Mən Muaviyədən Həsən ibn Əli üçün amanda ola bilərəm, inan mənə. Yumaqsını. Elə buna görə də uşaq yaşlarından sənə nifrət eləyirəm. Sən həmişə mənə axmaq, özünü isə ağıllı hesab eləyirdin. Sayıqladığın tamah dolu arzulara nifrət eləyirəm. Cəsarət edib əllərimi atsaydın, sənə kim olduğumu göstərərdim Muxtar. Necə də uğursuz gündür. Hər yerdən bayquş səsləri gəlir. Qorxuram Nariyə. Qorxuram ki, Ömər işgəncələrə dözməyərək hər şeyi açıb danışsın. Ağlında nə fitnə qurmusan ölmüş. Ömər nəyi açıb deyə bilər? Aman Allahım, Muxtar necə hiylə işlətdiyimizi bilsə saçlarımızı qırxar, başımızı tikə-tikə doğrayar. Hansı hiylədən danışırsan? Niyə qorxuya düşmüsən? Sənin danışıqlarından mən də qorxuram. Açıq danış görüm inadkar. De görüm səninlə Ömər arasında nə sir var? Heç nə. Nə sir olacaq Nariyəcan? Sənə hər şey məlumdur.
Bəs onda nədən qorxursan? Bəs eşitmədin ki, Öməri Muaviyyənin muzduru olmaqda və cəsusluqda ittiham eləyiblər? Tutaq ki, belədir. Bizə nə? Ona saraya daxil olmaqda kim kömək eləyib? Nariyə. Mənim əziz qardaşımın arvadı, Muxtarın nazlı qəmzəli xanımı. Nökər paltarı ilə onu saraya sən gətirməmisən? Məni bu işlərə qatma, kərtənkələ. Əlimin içini iynəmişdim ki, Ömər casusluğa gəlir. Elə bilirdim sənə elçiliyə gəlir. Allah məni öldürsün. Savab eləməyə gəlmişdim, amma kabab oldum. İndi haranın külünü başıma döküm. Vay, doğrudan da Nalbənd Mənsurun oğlu Harundur ki. Yaxşı, cənab Harun ibn Mənsur. İbn Sədi öldürmək istəyirdin? Cənab ölüm, gecə vaxtı məni yuxumdan oyatmısan ki, Nəkir Münkər kimi sorğu-sual eləyəsən? Biz eşitmişdik ki, Mədayində Salman Farsi kimi çox ədalətli bir hakim var. Hətta qurla quzu bir yerdə otlayır. Heç kimin də haqqı əlindən alınmır. Doğrudur, düzgün eşitmisən. Elə isə niyə gecə vaxtı mənə zülm eləyirsiniz? Mənə cavab versən, bu vaxtsız gəlişimin səbəbini anlarsan. Ömər Sədi öldürmək mənim nəyimə lazımdır ki? Yox, mən onun namusuna toxunmaq istəyirəm. Əgər ömrümdən bir gün qalsa belə, mən bunu eləyəcəm. Onun namusunu ləkələyəcəm. Sonra da ədalət qarşısında təslim olacağam. Ondan sonra dar ağacından asılmağın ya da əzalarımın kəsilməyinin fərqi yoxdur. Bəlkə bu gecə arzuna çata bildin. Doğrudan? Ola bilsin. Qapının arxasında gözlər çağıranda gələrsən. Muxtar, qapının cəftəsini bağla. Nə buyurdunuz? Qapının cəftəsini bağla hoqqabaz. Ola bilsin səsimi eşidəndən sonra quduzlaşsın. Mənə necə baxdığını görmürdün? Muxtarcan, sən ağıl və istedadda hamıdan üstünsən. İnsanlara və cinlərə rəhbərsən. Nəyi etiraf eləməliyəm, cənab istedadlı padşah? Saraya necə və kimin köməyi ilə daxil oldun? Səlimə Puru ki tanıyırsan. Yadındadır, uşaq vaxtlarında hamımız bir yerdə oynayardıq. İndi bu saraya daxil olmaq, həmin Səlimə Purun qəbuluna düşməkdən qat-qat asandır. Əbəs yerə mövzudan yayınma. Mən dəqiq bilirəm ki, sənin bu sarayda əlbir olduğun adamlar var. Hamısının adını bir-bir söyləyəcəksən. Yəni eşqinə vəfa eləməməsi mümkündür? Əgər səni satsa, elə bil məni də satıb. Mənim tanıdığım Muxtar daşdan da söz alar. Kaş bu İranlıya qarşı hörmətsizlik eləməyəydik. Kaş ondan mehriban davranaydıq. Kiyana qarşı kobudluğumuz Muxtarı özündən çıxartdı. Əgər Muxtar əsəbləşməsəydi, Ömərlə də bu cür davranmazdı. Sən inkar elə. De ki, o nökəri də, paltarını da satın alıb. Ömər etiraf eləyəndən sonra mən necə inkar eləyim? De ki, Ömər böhtan atır. De ki, o öz eşqini Muxtarın əlində əsir görüb, hiylə işlədərək Muxtarın da eşqini ləkələmək istəyir. Muxtar səni sevdiyi üçün ona inanmayacaq. Əgər mən onun qüruruna toxunsam, eşq ikinci pilləyə inəcək. Sənin eşqinin bəlası mənim başımda çatlayacaq. İlahi, özün də adıma yetiş. Hamısının adını bir-bir yazmaq üçün sənə bir kəllə mürəkkəb və bir neçə yüz dəri lazım olacaq. Ağsarayın bütün xidmətçiləri səni və əmini çıxmaq şərti ilə. Bundan əlavə Əlioğluna yaxın və uzaq olan bir çox ordu rəhbərləri də mənlə əlbirdir. Əlbəttə ki, mən öz təşəbbüsüm ilə saraya daxil olmuşam. Qadın paltarlarının köməyi ilə.
Qadınlara məxsus nazla, işvəli yerişlə. Əli və sərkərdələrin rəhbərlik siyasətində kişilərin qadınları yoxlamasına icazə verilmir. Mən də bundan əməlli başlı istifadə elədim. Qapıda duran keşikçi də hörmət əlaməti olaraq mənə təzim elədi. Aydın oldu, yoxsa şübhələrin qalıb? Belə bir çirkin hiylə yalnız sənin kimi namərd və biqeyrət birisinin əlindən gələr. Sənə qoyulan kişi adı kişilər üçün xəcalətdir. Yaxşı sədin qızı. Yanaqlarına niyə ənni və kirşan sürtməmsən? Rəqqasələr kimi özünə bəzək vurub və həmin Səlmapur ilə eyş-işrət məclisi qursan, çox var dövlət qazana bilərsən. Əməvilərin qapısında dilənçilik eləməkdənsə bu iş sənə daha münasibdir. Sənin dediyin kimi, bu kəndiri eşq mənim boynuma keçirib. Kədərlidir, qəbul eləyirəm. Eşq meşə əhlinə meydan oxuyan şiri şana döndərərək deşidən keçirir Muxtar. Mən nə edirəmsə cariyənin xatırını eləyirəm. Kişi ol və sirrimizi cariyəyə demə. Cariyə artıq mənim üçün ölüb. Cariyə sənin üçün ölüb. Amma öz-özlüyündə Muxtarın qəfəsini sındıraraq azadlığa çıxan bir quşa bənziyir. Sən Allah nə gördün? Deyirsən, yəni mən eşq oxu ilə onu ovlaya bilmişəm. Xam xəyallarla yaşa. Yenə nəyi bilmək istəyirsən ay zalım? İstədiklərin hamısını dedim axı. Sənin sözlərin əmmin dərdinə dəyər. Bundan sonra daha ehtiyatlı tərpənərək düşmənlərinə şəriət adı altında ona hücum eləmək imkanı verməsin. Amma mənim səninlə olan haqq hesabım hələ də davam eləyir. Mənim səndən heç bir haqq hesabım yoxdur. Atalarımızın hər ikisi İranı fəth edən sərkərdələr idi. And olsun Allah, sən mənlə qarşı-qarşıya duranda birimizin qanına susadıqda onların ruhu qəbirdə o tutub yanır. Bu nə kör-köranə düşmənçilikdir Muxtar. Sənin Əli oğlunu dəstəkləməyin heç nəyi dəyişməyəcək. Həsən, sərkərdələr həmişə xalqın içərisində olmalıdır deyən həmin ədalətli şəxsin oğludur. Ədalət də cəmaatın tərəfində idi. Lakin cəmaata inanmağın acı nəticələrini xəlifə öz gözləri ilə gördü. Xeyməsinə basqın edir, soyğunçuluq edir, danışmasına imkan vermir, sərkərdələrini satın alır. Sonda isə canına qəsd edirlər. Səncə mənim niyə bu cəmaatdan üzüm dönüb, onlara arxamı çevirmişəm? Ümeyyə və Haşim övladları eyni kökdəndirlər. Sən bu əminlə birgə niyə onlardan olmaya özünüzü meydana atıbsınız? Mən əminəm ki, sabah Həsən yataqdan qalxan kimi sizi cəmaatla sərt davrandığın üçün danlayacaq. Niyə boş yerə göz vurursan Muxtar? Mən bilirəm ki, sən ürəyinin dərinliyində mənlə ən azından bu məsələdə həmfikirsən. Boş yerə xəstə ürəyinin arzularını mənə aid eləmə. Mən sənin xasiyyətinə yaxşı bələdəm. Mollaxana və döyüş məşqləri yadından çıxıb, mollamız həmişə deyərdi, uşaqlar, Muxtar rəhbər olmaq istəyəndə siz qəbul eləyin. Çünki o əmr eşitməyə alışmayıb. Sən həmişə mənlə dava eləyirdin. Məndən acığın gəlirdi. Bir dəfə dişimi sındırdın. Bir dəfə topuğumu yerindən çıxartdın. Bir dəfə də az qala boynumu qıracaqdın. Axı nəyə görə? Çünki sənin gözlərində mənsəbpərəstlik, nəfs və vəzifə düşkünlüyü görürdüm. Mənim qürur və vəzifəpərəstliyim səninkinə çatmaz. Mən və sən bir-birimizi arzularımıza çatdıra bilərik. Buna görə də sənə nifrət eləyirəm. Hara getdin əmoğlu? Heç olmaz əllərimi açay dil bilməz. Nakam qalmış Muxtar. Əbu Beyd Səqəfinin oğluna Fatihə. Qapını təpiklə açmadı. Gördün Nariyecan? Ömərin ağzında olan qıfılın açarı cariyənin sehirli baxışlarıdır. Muxtar, Bəli, şam yemirsən. biraz əvvəl kifayət qədər məni yedizdirdiniz. Cariyəyə görə narahatsan. Bugündən etibarən cariyə bu evin adamı deyil. Onun Kiyanla davranışı mənimlə olan qohumluğu inkar eləmək demək idi.
Cariyə hələ uşaqdır, Muxtar. Nariyə, bundan sonra adını belə eşitmək istəmirəm, hətta sənin dilindən belə. Zərbə hardadır? Birazdan səhər açılacaq. Yatmış olar. Oyat, yorğunam, biraz məni ovuşdursun. Bu gecəni sağ-salamat başa vursaq, qurban kəsməyi boyun alıram. Mövhumatca. Sən ancaq ərə getməyi düşünülmüş. Ürəyimdən necə qaraqanlar axdığını bilməzsən. Onu da bil ki, sən utdun. Muxtar öz susmağıyla səni muradına çatdırdı. Bu gecədən etibarən Muxtardan qorxmadan Ömər haqqında düşünə bilərsən. Öməri azad eləyəcək? Ola bilər. Muxtar meydanı məğlub tərk eləyəndə yorğun görünür. Səhv eləmirəmsə bu gecənin qalibi Ömərdir. Sən şir və pələng ovçususan. Heyif deyil ki, Çaqqalovuna gedəsən. Bu cəmahat eşşə yanqırmamış ulaşmağa başlayan çaqqal sürüsünə bənzəyir. And olsun Allahın böyüklüyünə. Gecə vaxtı bir dəstə eşşək və çaqqalın hayküy salması Allahın aslanı Əli-oğlu Həsənin yaralanmasına səbəb oldu. Əgər getsən, səni də yaralayacaqlar. Onlar sənin bədəninə yaxın düşə bilməsələr də, ürəyini oxlayacaqlar. Gecə siz Ömərlə dava eləyərkən, mən xanımın göstərişi əsasında əmini çağırmağa gedəndə, yolda qəmbəri gördüm. Bilirsən, necə ürək yağısıyla İmam Müçtəba haqqında danışaraq göz yaşı tökürdü. İstədim onun yanında oturub, mən də ona qoşulub ağlayım. Qəmbər? Hansı qəmbər? Əlinin nökəri olan qəmbər. Qəmbərin mədayində nə işi var? Xanım Cadə ilə birlikdə gəlib. Cadə? Bəli, ağa. İmam Müçtəbanın xanımı. Əşəs İbn Qeys kindinin qızı Cadə? Bəli, ağa. İmam Müçtəbanı görməyə gəliblər. Qəbul eləyirəm. Ayının bir tükünü qoparmaq da qənimətdir. Belə çıxır ki, bizlər də ayı olduq cənab vali, hə? Misal üstündə mübahisə eləməzlər Səxavət Sultan. Cənab vali, bir xal var buğda və bir xal var arpa. Sizin kimi geniş qəlbli insan üçün elə bir şey deyil. İcazə versəydiniz, bu verdiklərimizi növbəti ilin taxıl zəkatı hesablayardılar. Sizin dövlətə olan borcunuzun hesabına yazarıq. Şəriətə olan borcu əvvəlcədən almaq olmaz mümin. Hələ də yatmayıbsınız, əmican. Bu cənablarla Sabatda yerləşən qoşunlar üçün biraz azuqə yollama haqqında götür-qoy eləyirdik. Sən neyniyə bildin, əmin qurban? Sədin oğlu nəsə itiraf elədimi? Bəli. Arvad paltarı giyərək saraya daxil olub. Hiyləgərliyə bir bax. Heyvanına şükür ilahi. Artıq qadınları yoxlamaq üçün qapılara gözətçi qadınlar qoymaq lazımdır. İmamın həyat yoldaşının saraya gəldiyini eşitdim. Bəli, xanım Cadə gəlib, imanlı və ürəyi yanan bir xanımdır. Yolun əziyyətinə əhəmiyyət verməyərək, şəxsən imama qulluq eləmək üçün gəlib. Artıq bir tərəfdən rahat oldum, Muxtar. İmamın evindən kimsənin onun yanında olması lazım idi. Onunla söhbət eləyə bilərəm. Nə vaxt? Elə bu dəqiqə.
Gecənin bu vaxtı nə vacibdir, Muxtar? Xanım Cadənin atası Əşəs İbni Qeys ilə Ömər İbni Səd köhnə dostlardı. İkisi də Muaviyyənin etibar elədiyi insanlardı. Xanım Cadə ilə Ömər İbni Sədin saraya gəlməsi arasında bağlılığın olması mümkündür. Tövbə elə, Muxtar. Həddindən artıq bədbin olmaq lazım deyil. Cadə imamın həyat yoldaşıdır. Onun yolu ilə atasının yolları ayrıdır. Əmican, mənim evimdə də həmin imanlı və ürək yanan xanımlardan biri yaşayır. Səmərət İbni Cündəbin qızı. Bəzən onun nadanlığı məni az qala dəli eləyir. Ehtiyatı əldən verməmək lazımdır, Əmican. Gecənin bu vaxtı söhbət eləmək üçün nə bəhanə gətirim? Özü də gələndə o bir qədər yorğun görünürdü. Ola bilsin ki, indi yatıb. Ondan şübhələndiyini bilsə necə? Mən ki, xanım Cadə ilə müttəhim kimi davranmayacağam. Mən elə eləyəcəyəm ki, xanım Cadə mənə öz sirlərini etibar eləsin. O mənimlə dərdini bölüşərsə, mən onun demədiklərini anlayacağam. Heç olmasa sübh namazına qədər səbr elə. Yaxşı, çarə yoxdur. Səbr eləyərəm. Deməli, Muxtar Səqəfi sizsiz? Bəli, xanım. Mənimlə söhbət eləməyə icazə verdiyiniz üçün iftixar hissi keçirirəm. Mədainin Ağsarayına xoş gəlmisiniz. Xoş gəlmişəm. Ağılsız və səfih insanların diyarına xoş gəlməyi nəticəsi ölümlə üzbəüz qalmaqdan ibarətdir. Sonuncu dəfə İmam Müştəbanı gördükdə ona "Ey Peyğəmbər övladı, xoş gəlmisən" dedim. Müştəbay gülümsəyərək buyurdu. Mənə ölüm arzuladığın üçün çox sağ ol Cadə. Maraqlı kinayədir. Mənə Əlinin and olsun Kəbənin Allahına qurtuldum kinayəsini xatırlatdı. Üzünü mənəvi aləmə çevirənin yanında maddi aləm əsla nəzərə çarpmır. Səmavi mələklərin ətrafında olmaq hara, yeryüzünün yırtıcılarının yanında olmaq hara. Cənab hakim mühüm bir məsələ üçün görüşmək istədiyinizi bildirdi. Eşidirəm, Muxtar. Son hadisələr zamanı Mədain şəhərinin təhlükəsizliyi və imamın canını qorumaq məcburi olaraq mənə həvalə edildi. Sizi buna kim məcbur elədi ki? Əmim, cənab hakim, imamı yaralı və behuş halda saraya gətirəndə, hakim məni yanına çağıraraq etibarlı insanların nəslini çəyirtiyə kəsibdir deyə bəhanə gətirdikdə, mən məcbur qalıb məsuliyyəti qəbul elədim. Məcburi olaraq bir kürsüyə əyləşən onu qorumağa meyilli olmaz. Məcburiyyət üzündən xidmət edən vəzifəsində səhlənkarlıq eləməyə məhkumdur. İmam Müştəbanın canını qorumaq həqiqətən Allah yolunda canından keçmək istəyənlərin vəzifəsidir. Fəsahətli və gözəl danışırsınız, xanım. Boyun qaçırmağımın səbəbi içimdəki şeytandan qorxmağım idi. Mən həqiqətən Allah yolunda döyüşməyə gələn, amma sonradan isə iblisin satın aldığı insanlar siyahısında adımı görmək istəmirəm. Təhlükəsizlik işlərinə rəhbərlikdən öncə nə işlə məşğul idiniz? Əkinçi idim, xanım. Siffeyn döyüşündən sonra Küfədən Mədainə köçdüm və əkinçiliklə məşğul olmağa başladım. Mənlə nə işiniz var idi, cənab Muxtar? Yəqin eşitmisiniz, Muaviyyə imamın başının qarşılığında 1000 şam dinarı və qızını verməyə söz verib. Bəli, eşitmişəm. Olduqca yoldan çıxaran vəddir. Bu vəd mənim işimi elə çətinə salıb ki, hətta nə yemək yeyirəm, nə də yata bilirəm. Bir an ehtiyatı əldən versəm, əli tərəfdarlarını
qəm-qüssəyə batırar və 40 illik etibarımı məhv eləmiş olaram. Əgər xanımın mədayində qalmaq fikri varsa, bu təhlükəli vəzifəni icra eləməkdə mənə yardımcı olmasını xahiş eləyirəm. Körün Allahdan istədiyi iki gözdən savayı nədir ki, Muxtar? Mən neynəməliyəm? Bu sarayın həşəratlarının da muzdur olduğunu düşünməlisiniz. Hətta bu sarayın arı və milçəyinin də özündə düşmən zəhəri daşıdığını təsəvvür eləməlisiniz. Əmimlə məsləhətləşmədən kimsə ilə görüşmür və yalnız əmmim verdiyi yeməyi imama yedizdirirsiniz. Yəni təhlükə bu qədər yaxındır? Çox təəssüf ki, bəli. Dünən arvad paltarı giyərək saraya daxil olan düşmən casuslarından birini tutmuşuq. Etibarlı insan olsa da, Muaviyyənin vədinə təmah salaraq hətta mərdliyini belə qurban verib. Bəlkə də onu tanıyırsınız. Adı Ömər İbn Səd İbn Əbu Vəqqasdır. Ömər ibn Səd ibn Əbu Vəqqas? Bəli, Ərəb Fatihinin oğlu. Kişilik qeyrətini və şərəfini öldürən bu dünyapərəst acgözlərə lənət olsun. Ərəbin dinini satsa da belə, İslamdan öncəki qeyrət və qürurunu satmayacağını düşünürdüm. Ey can yandıran əkinçi! Ürəyimdə səbir, təvəkkül və ümiddən bir qala hörmüşdüm. Sənsə bu xəbərinlə onu viran etdin. Həsən üçün yalnız bir yol qalıb. Xilafəti Muaviyyəyə təslim etməlidir. Nə demək istəyirsiniz, xanım? Həsənlə söhbət eləmək istəyirəm. Onu sülh bağlamağa razı salmalıyam. Müaviyyə Qureyş kafirlərindən pis olmayacaq ki. Peyğəmbər Qureyş kafirləri ilə necə sülh bağladısa, Həsən də Muaviyyə ilə sülh bağlaya bilər. Mənim vəzifəm sizi xəbərdar eləməkdir. Tələsməyin, xanım. İmam o qədər qan itirib ki, xoşa gəlməz xəbərlərə dözmək onun üçün çətin olar. Sülh haqqında danışmaq İbn Sənanın xəncər zərbəsindən daha təhlükəlidir. Yaxşılaşana qədər 1-2 gün səbr eləyin. Görüm arzularımı gözümdə qoyan, xəyallarımı qəsrini uçuran bu avam cəmaatın evləri viran qalsın. İmkan verin, sənə and verirəm Allaha, ona imkan verin. Muaviyyə Peyğəmbər övladına qılınc qaldıracaq qədər rəhmsiz ola bilməz. Allah xətrinə, daha bundan sonra onunla döyüşmək haqqında söhbət eləməyin. İti gedən atlara minib, yel kimi gedin. Yadınızda saxlayın, az yatıb çox çaparsınız. Vaxtımız olduqca azdır. Sən Şuşa, sənsə Əhvaza. Siz 2 nəfər isə yubanmadan özünüzü Əcəm İraqına çatdırın. Cavabsız qayıtmayın. Unutmayın ki, heç kəs sizin məqsədinizdən xəbərdar olmamalıdır. Hətta ailəniz belə. Allah özü sizə yardım olsun. Sənsə pəhləvan Kiya. Azuqə və yem karvanı ilə özünü savadda olan qoşuna çatdır və şəxsən özün azuqənin paylanmasına nəzarət elə ki, Allah eləməmiş kimsənin haqqı zay olmasın. Şad xəbərlər verməkdən də çəkinmə. Bu, əskərlərin ruhunun yaşlaşmağına yardım edər. Fikrin hardadır ki, ya? Əbu İshaq gəlib. Çox qəmgin görünür. Kaş bu vurhavurda cariyə ilə mənim məsələmlə bağlı ona heç nə deməyəydim. Bugünkü Əbu İshaq dünənki Əbu İshaq deyil. Get, Kiyan. Əbu İshaqa görə narahat olma.
Əmin ol ki, bugünün Əbu İshaqı dönənki Əbu İshaqla müqayisədə daha çox təcrübəyə malikdir. Oldu cənab. Xanım Cadə ilə danışa bildin, Muxtar? Nə öyrənə bildin, qardaş oğlu? De mənə. Bağrım çatladı. Muxtar, sən də gedib əkin biçinlə məşğul olsan daha yaxşı olar. Sən və Əmin Şamın ordularının qarşısında duruş gətirə bilməyəcəksiniz. Siz özünüzü xilas eləyin. Mən ərimi özüm xilas eləyərəm. Siz özünüzü xilas eləyin. Mən ərimi özüm xilas eləyərəm. Özüm xilas eləyərəm. Əmican, biz artıq uduzmuşuq. Necə yəni biz uduzmuşuq, ey pir olmuş. Sözümün canı odur ki, xanım Cadə də Ömər Səd kimi danışır. Yəni imamı sülhə məcbur eləmək üçün gəlibdir. Yəni imam hətta öz evində də qərib və tənha sayılır. İş işdən keçib, əmican. Siz az sayda insanla şeytanın heyləsi və çoxlu qızıl ilə silahlanmış, saysız hesabsız qoşunla döyüşmək fikrindəsiz. Nə danışdığını bilirsən, Muxtar. Havalanmısan? Xanım Cadə yoxsa Ömər Səd səni ovsunlayıb? Əziz oğlum, Bədir, Ühüd və Xəndək döyüşlərində İslam Peyğəmbərinin qarşısına çıxanların sayı, var dövləti və hiləsi Şam qoşunundan heç də geri qalmazdı. Bədirdə hər bir müsəlmana 3 müşrik düşürdü. Bəli, 3 nəfər düşürdü, amma düşürdü. Onlar dünyadan əlini üzmüş və ölümə vurğun idi. Bugün isə az sayda Haşimi, sən və ətrafın qalıb. Ona görə də İraq Əcəmin, Şuş və Əhvaz şiyələrindən qoşun düzəldirik, Muxtar. Əmican, biz boş yerə güc vururuq. Özlərini Peyğəmbər övladına vəfalı göstərənlər bizdən də tutarlı dəlil gətirirlər. Sülh, Hüdeybiyyə sülhü. Əminəm ki, imam yatağından qalxan kimi onu sülhə məcbur edəcəklər. Odur ki, yubanmadan addım atın. Müaviyyə ilə sülh bağlayın. Yox, mən bu sözləri, Muxtar, şəhadət qüslu verərək meydana tələsən bir kişinin oğlunun dilindən eşitdiyimə inana bilmirəm. Məndən istəyirsən ki, ömrüm boyu əlinin tərəfində ola-ola, indi onu Müaviyyəyə dəyişim? Özü də bir ayağım qəbirdə olan vaxtımda, and olsun Allaha əlimdə gördüyün bu həna, şəhadət hənasıdır. Əfsuslar olsun, Muxtar. Sən bu sözlərinlə ciyərimə od vurdun. Sevinirdim ki, qardaşımın şir balası, iman dolu qəlbi və iti qılıncı ilə Peyğəmbər övladı olan imamın yanında məni üzü ağ eləməyə gəlib. Ayıb olsun sənə, Muxtar, heç səndən gözləməzdim. Əmican, and olsun Allaha, əmr eləyin ölüm kəfəni geyim, qəbrə uzanım. Amma heç bir fayda əldə etmədən Ağsarayın əmim üçün qəbrə çevrilməsini istəmirəm.
Bizim müqavimət göstərməyimiz döyüşün taleyinə heç bir təsir göstərməyəcək. Sülh qaçılmazdır. Muaviyyə də imamı öldürməyəcək. O hakimiyyətini saxlamaq xatirinə imamı öldürməklə adını bədnam etmək istəməz. Bu hardan ağlına gəldi? Get Muxtar, get. Bundan sonra mənim sənin qılınc və rəhbərliyinə ehtiyacım yoxdur. Əgər Allah istəsə, bu yükü tək başına ərşə qədər daşımağa hazıram.